Qatır Məmməddəki Məşədi Görüş kimdir? Gəlin onu yaxından tanıyaq. Gərək ağsaqqalın sözünə qulaq asasan. Mən sənə inanıram Məmməd. Mənlə gələn uşaqlar da hamısı sənə inanır. Məşədi Görüş Qatır Məmmədin kölgəsində qalıb desək, əsl yeridir. Çünki bu şəxsin həyatı da çox maraqlı olub. Vəsimə İsmayıl qızı öz kitabında onun haqqında yazır ki, 1875-ci ildə doğulmuş bu şəxs 1893-cü ildən etibarən Çarın məmurlarına qarşı mübarizə aparmağa başlayıb. Bir dəfə yüzbaşı tərəfindən təhqir olunduğu üçün onu öldürür. Qaçaq düşüb başqa yerdə yaşamağa başlayır. Dəfələrlə həbs və sürgünə göndərilir. 1917-ci ildə sürgündən qayıtdıqdan sonra 70 nəfərlik dəstə düzəldir, yenidən mübarizəyə davam edir. 1918-19-cu illərdə Qatır Məmmədlə güclərini birləşdiriblər. Dövrün hakimiyyətinə, yəni Azərbaycan Xalq Cümhuriyyətinə qarşı mübarizə aparıblar. Qatır Məmməd öldükdən sonra o yenə mübarizəsinə davam edib. Bu dəfə isə bolşeviklərə qarşı 1931-ci ildə döyüş zamanı həlak olub. Və siz onun haqqında heç eşitmişdiniz?